Değerli kanal izləyicilərimiz, Masazır qəsəbəsində hal-hazırda Masazır qəsəbəsində şəxsi özü üçün tikilmiş 6 sotda 5 otaqlı əşyalı həyət evi təqdim edəcəm. Bu gördüyünüz həyət evi çox keyfiyyətlə inşa olunub. 6 sotdadır Masazır qəsəbəsində Böyük Araz marketinin, ikinci Böyük Araz marketinin arxa istiqamətindədir. Bax bu hissəsində çöl üçün nəzərdə tutulmuş ayaq yolusu var. Burada belə yüngül bisetkası var. Evin ölçüləri haqqında məlumat verim. Bu gözəl evimiz 12 metrənin 10 metrəyə tikilib. Yuxarıda gözəl bir eyvanı var. Həyəti gördüyünüz kimi yaşıllıqla bəzədilib. Qızılgülü var, rozmarini var. Qaz, su, işıq var, kanalizasiya mərkəzi. Əsas prospekt yola da nisbətən yaxındır. Qiyməti İrəliləyən dəqiqələrdə deyəcəm. Evin üz görünüşünü bu hissədən göstərim. Həyəti çox genişdir. Yəni bu yaşıllıqda lazım olsa gələcəkdə yenə də əlavə meyvə ağacları əkmək olar. Evin bax bu hissəsində də əlavə torpaq bu evə aiddir. Çox keyfiyyətli tikilmiş bir evdir. 24 saat mühafizə olunur. Təhlükəsizlik kameralarına kimi var. 50 qapısı ayrı, darvazası ayrıdır. Gözəl evdir. Yerdən kürsülü, qoşadaş tikilib sona qədər. Hətta həyətinin samavarına kimi var. Evin için olan şərait sizlərə göstərəcəm və qiymətlə bağlı da məlumat verəcəm. Sonra izləmənizi tövsiyə edərdim. Bu gözəl həyət evimizin içərisinə daxil olmuşuq. Çəkilişi qonaq otağıyla başlamışam. Bir daha vurğulayım ki, evimiz əşyalı satılır. Gördüyünüz əşyalar yenidir. İl ərzində bu evdən bir ay müddətinə istifadə olunur. Yəni bağ evi kimi istifadə olunur. 6 sotda 5 otaqdır. Avadanlıqlar hamısı yenidir. Kondisioneri yenidir. Konvertisi var, radiatorları var. Qonaq otağının 3 ədəd böyük pəncərəsi var. Döşəməsi birinci mərtəbə tam şəkildə parketdir. Keyfiyyətli parketdən istifadə olunub. Bir məqamda vurğulayım ki, evin qonaq otağının pəncərəsi vitrajdır. Yəni yerdən olan pəncərədir. Evin iç qapıları, yəni ev sahibinin verdiyi məlumat belədir ki, sifariş əsasında yığılıb, keyfiyyətli taxtadan yığılıb. Giriş qapısıdır, domofonuna kimi var. Burada pləkan, ikinci mərtəbəyə qalxan pləkandır. Pləkan betondan inşa olunub. Mətbəxini göstərim sizlərə. Mətbəxi çox gözəldir. Mətbəxində də pəncərə vitrajdır. Yəni yerdən olan pəncərədir. Gördüyünüz avadanlıqlar hamısı brenddir. Mətbəx mebelində keyfiyyətindən də artıq olar danışmaq. Yəni bu evə bəs qədər vəsait, yəni pul qoyulub. Pəncərələr işıqlı. İnsan şəxsi özü üçün tikdiyi bir gözəl həyət evidir. 6 sotda 5 otaq. Evin də tikilişi 12 metrənin 10 metrəyə tikilib tam cüt daşla. Ümumi belə gözəl ev deyil. Əsas odur ki, evin aurası gözəldir. Burada paltar, yəni avadanlıq qoyulub. Burada bizdə hamam otağıdır. Duş kabinesi kimi var. Yuxarı mərtəbədə yataq otağının özündə də hamam otağı var. Pləkan çox gözəl inşa olunub. Pləkanın ən maraqlı məqamı vurğulayım ki, ölçüləri çox gözəl verilib. Çıxıb düşmək çox rahatdır. Burada bizdə birinci mərtəbədə əlavə belə bir yataq otağıdır. Burada da parketli döşəmə. Belə evlərdə birinci mərtəbədə yataq otağının olması çox əlverişlidir. Ən əsas da körpəsi olan, yaşlısı olan ailələr üçün çox əlverişlidir. Və qalxaq ikinci mərtəbə olan şərait sizlərə göstərim. İkinci mərtəbəyə qalxmışıq. Döşəmə burada taxtadır. Ayrıca belə bir söhbətgah yeri var. Burada da pəncərə vitrajdır. Ümumi görünüşünü göstərim. Yuxarıda bizdə 3 ədəd yataq otağı var. Burada da evin iç qapıları, keyfiyyətli qapılardır. Bu gördüyünüz əşyalar hamısı qalacaq. Qiymətə daxildir. Evin qiyməti 245 min manatdır. 6 sotda 5 otaq, əsas prospekt yola nisbətən yaxın. Masazır qəsəbəsində 2-ci Böyük Araz marketin arxa istiqamətindədir. Yaxınlığında da 2 nömrəli orta məktəb də var. Bu da gözəl bizim bu hissədə yataq otağıdır. Yəni bu yataq otağının ev sahibi brend olduğunu, hansı brendə məxsus olduğunu dedi. Yəni bəs qədər keyfiyyətli mebellərdir.
Burada sonuncu yataq otağıdır. Bax, burada da mebellər hamısı qalacaq. 245 min manat qiymətə daxildir. Burada ayrıca yataq otağında bir paltar dolabı var. Bu yataq otağına aid də ayrıca belə bir dənə hamam otağımız var. Böyle hamam otağımız var. Tam təmir. Tam təmir. Alana satana Allah xeyrin versin. Qaçırmağına dəyməz. Sənətdəki çıxarışımız var. Birbaşa notarius alqı-satqı olunacaq. Alandan sonra da evə qeydiyyata düşmək mümkündür. Və sonuncu göstərəcəyim yer də evin. Bu da bu evin eyvanıdır. Çox gözəl, rahat bir yerdə yerləşir. Kanalımıza abunə olun. YouTube və Instagram kanalımıza da izləməyə davam edin. Videonu bəyənməyi unutmayın. Şərhlərimizə şərhlərinizi qeyd edin. Sonra da izlədiyiniz üçün təşəkkür edirəm.